Salam əziz tamaşaçılar, hər birinizi xoş gördük. Mən Nuray sizinləyəm. Bu gün Səmimi Söhbət rubrikasında qonağım iş adamı Emil Əkbərovdur. Emil bəy, verilişimizdə xoş gördük sizi. Əhvalınız necədir bu gözəl yaz havasında? Xoş gördük. Əhvalım çox gözəldir. Çünki mən istiləri sevirəm. Özüm də yayda doğulduğuma görə mənim üçün düşünürəm ki, özüm də meteohəssas insanam. Mənim üçün ən önəmli isti hava olanda, günəş olanda özüm də enerjili, pozitiv oluram. Bəs Emil Əkbərovun uğur hekayəsi hardan başladı? Emil Əkbərovun uğur hekayəsi başlayıbdı çox gənc yaşlarımdan. Və ümumiyyətlə hər zaman mən düşünmüşəm ki, yəni bu Azərbaycanda belədir, əfsuslar olsun. Bunu hər yerdə demişəm. Hələ insan məktəbə gedəndə mən fikir vermişsiniz yoxsa yox. Məktəbə gedəndə valideyn evladına deyir ki, misal üçün böyüyərsən, həkim olarsan, böyüyərsən, müəllim olarsan, böyüyərsən, hətta kosmonavt olarsan da deyən var. Amma heç kim demir ki, böyüyərsən, bir iş adamı olarsan, müdir olarsan, rəhbər olarsan. Onu bilmirəm niyə. Amma mən özüm hələ məktəb vaxtından hər zaman mənə sual verəndə ki, nə olacaqsan? O sualı gənc yaşlarında verirlər, uşaq yaşında verirlər hər kəsə. Mən hər zaman deyirəm ki, mən müdir olacağam, rəhbər olacağam, direktor olacağam və qabağıma bir məqsəd qoymuşdum. O məqsədə də şükür Allaha çatdım və gənc yaşlarımdan bir missiya qoydum ki, mən qabağıma bir iş adamı olacağam, yəni yaxşı bir iş quracağam. Və o işimi tanıdacağam. Elə oldu ki, mən bir işdə yox, bir sahədə yox, bir neçə sahədə uğurlu oldum. Buna da bugünkü gün mən çox sevinirəm. Mən əsas növbədə insanda arzu istəyidir. İstək olan yerdə, arzu olan yerdə məqsəd qoydunsa o məqsədə mütləq çatacaqsan. Qeyd etdiniz ki, çox gənc yaşda artıq iş adamı olmusunuz. Bu gün isə təcrübəsi olan iş adamısınız. Ümumiyyətlə bu gün həyatınızda sizə çətinlik yaradan məqamlar nələrdir? Ümumiyyətlə çətinliklə qarşılaşırsınızmı hazırda bir təcrübəli iş adamı kimi? Ümumiyyətlə həyat düşünürəm ki, çətinlikdən mütləq ki olmalıdır hər bir insanın həyatında. Çünki çətinlik olmasa heç bir nailiyyətə, uğura insan gəlib çatanmaz. Problem varsa, yəni o problemi mən dərhal, çətinliyi varsa, o problemi mən dərhal həllinə çalışıram eləyim. Yəni oturub problem var, ay çətinliyim var, ona takıntılı olan insan deyiləm. Birbaşa onun həlli yoluna gedirəm. Amma bəzən elə olur ki, elə çətinliklər, elə bir problemlər olur ki, artıq o çözülməzdir, sən o ilə yaşamalısan. Yəni dostlaşıb yaşamalısan. Və düşünürəm ki, hər bir çətinlik, bir söz var, əgər səni nəsə öldürmürsə, səni daha güclü edir. Çətinlik varsa, o çətinliklər sənə dərs verir. Yəni, mən hər bir çətinliyimdə dərs almışam. Yəni, o çətinliklər olmasa belə, bəlkə də mən komfort zonaya düşərdim, bəlkə də deyərdim, ay, həyat nə gözəldir, nə asandır və həyatım marağı itərdi. Yəni, mən neçə il bundan qabaq, o vaxtda qəzetlərdə, bir qəzetdən bir şey oxudum. Yəni, adam bir varlı bir ailənin adamı idi, uşaq çox varlı idi. Adamın hər şeyi var idi. Yəni, insan doğulandan xoşbəxt olurdu. Hər bir şey var idi. Yəni, Ahiman tək ailənin uşağı idi. Adam götürüb bir gün tapançanı, bir də güllə qoyub, fırladıb barabanı, qoyub başına, deyib ki, bəxtim varsa yaşayacağam, bəxtim yoxsa öləcəm. Və tətik çəkən kimi beyni uçubdur. Bu insana demək lazımdır ki, sənin bəxtin var ki, sən bugünkü gün xoşbəxtsən, heç bir problemin yoxdur falan filan. Bəlkə o komfort zona, onun problemi, çətinliyi olmadan o insanı gəlib o vəziyyətə saldı. Və ona görə düşünürəm ki, hər bir insan həyatda çətinliklə qarşılaşmalıdır. Məsəl üçün, biz hamımız evlad sahibiyik də. Mən hər zaman evladlarıma da çalışıram ki, onlar tam da komfort zonada olmasınlar. Hardasa çətinliyin özləşsinlər. Nəyləsə mübarizə aparsınlar. Mütləq mübarizə aparılmalıdır. Çünki insan həyat
əgərləri bir insanı sən komfort zonaya öyrəşdirdin, o rahat bir həyat yaşadsa, ona həyatda çox çətin olacaq. Özü addımlaya bilməyəcək. Ona görə çətinliklər mütləq olmalıdır. Çətinliyə də qalib gəlmək lazımdır. Azərbaycanda biznes sahibi olmağın çətinlikləri nələrdir? Ümumiyyətlə bu yolda nələrdən motivasiya alırsınız? Motivasiyanız nədir? Azərbaycanda biznes sahibi olmaq deyərdim ki, çox çətindir. Asan bir şey yoxdur. Bəzi müəyyən bəlkə ölkələrdə var ki, mən də araşdırmışam falan. Hardasa asandısa, Azərbaycanda biraz gəlizdir. Çünki çox bəzi qurumlarda, bəzi şeylərdə çox boşluqlar var. Yəni nəsə eləyirsən, gəlib deyirlər ki, ay bunu belə olmaz, bunu belə olar. Hər dəfə yeni qayda qanunlar çıxır. Ona görə düşünürəm ki, biznes sahibi olmaq Azərbaycanda çox çətindir. Çətinliklə əmələ gəlir hər şey. Yəni belə deyim də, başqa ölkələrdə biznes quranda qrafik belədirsə, stabildirsə, yavaş-yavaş qalxır. Azərbaycanda belədir. Ya belə stabillik yoxdur. Bir də qalxdın, düşdün. Bizdəki konkurensiya çox böyükdür. O da nəyə görə konkurensiya böyükdür? Yəni elə bir tortdur, bir balaca tortdur. Qabağa misal üçün o 4 nəfərlik tortdur da. O tortun üstünə düşürlər 10 nəfər. Konkurensiya çoxdur. Yəni qayda qanunlar tez-tez dəyişir. Yəni çətindir. Yəni düşünürəm ki, bugünkü gün biznes qurmaq, onu idarə eləmək, mən özüm də idarəçi kimi biznes qurmaq, mən daima çətinliklədir. Bax, bunu edirəm, deyirəm, amma şükür Allah, bundan sonra yaxşı olacaq. Heç üstündən bir həftə keçmir, başqa bir problem çıxır. Təzədən o problemlə uğraşırsan, bu problemlə uğraşırsan. Yəni stabil deyəsən ki, vəsiyo, bunu qoydum yola, bu belə gedəcək. Yoxdur Azərbaycanda. Düşünürəm ki, bəlkə də təkcə Azərbaycan, məsələn, Türkiyədə də misal üçün elədir. Mənim bir çox dostlarım var, başqa ölkələrdə də biznes sahibləri. Biz danışırıq, məsələn, müəyyən ölkələrdə var. Məsəl üçün, orada stabillik var, işi qurdun, getdin. Bizdə bir nəyə görə stabillikdə yoxdur? Həm kadr çatışmamazlığı var. Yaxşı kadr yoxdur. Əfsuslar olsun ki, Azərbaycanda çox az adam işinə məsuliyyətlə yanaşır. Həddindən artıq, özünə qarşı məsuliyyətlə yanaşmalıdır insan. Mən də hər zaman demişəm, işçilərin arasında demişəm. Demişəm ki, bax, 11 il məktəb oxumusunuz, 4 il universitet oxumusunuz, 15 ilinizə həsr eləmişsiniz. Nəyə görə? Sonda gəlib işləmək üçün. Gəlib işi işləyəndə başda siz yola verməyə. Yaxşı da işi yola verdiniz. Bəs siz fikirləşmirsiniz, siz öz həyatınızı da yola verirsiniz. Və siz buna görə əziyyət çəkib hansısa bir iş sahibisiniz, peşə sahibisiniz. Gəlib o əsas məqama çatanda deyirsiniz ki, yox, mən yola verim, mən nə bilim, nə edeyim falan edeyim. Ona görə biznes iş adamı üçün, müdür üçün bugünkü gün kim deyir ki, müdürdür də, neyinir ki də, oturub onu elə, bunu elə, elə deyil. Elə ən böyük məsuliyyət, ən böyük iş, ən böyük qayğı da müdürün üstünə düşür. Çünki nəsə problem olanda birbaşa onun həlli üçün müdür çalışır. Yəni bugünkü gün biznes də elədir. Biznes ümumiyyətlə balaca uşaq kimidir. Onu böyütməlisən, əlindən tutmalısan, yeritməlisən, ona yemək verməlisən, ona gözəl yol göstərməlisən. O böyüyəndən sonra sənə bəhrəsini verməlidir. Amma əfsuslar olsun ki, bəzi ailələrdə var ki, mən müqayisə edirəm biznesi, bəzi ailələr var, hər şey eləyirsən, gəlir, yaxşı evlad çıxmır, pis evlad çıxmır. Biznes də elədir. Sən hər şeyi düzgün qura bilərsən, amma səndən asılı olmayan səbəblərdən biznesin bata bilər. Və yaxud uğurlusan, yaxşıdır, hər şey gedir. Tutaq ki, müqayisədə bu yaxınlarda pandemiya oldu. Yəni, əgər bir biznesmen onu fikirləşmirdi ki, heç biri fikirləşməzdi ki, elə bir devr gələr ki, insanlar qapanar evə, çıxış-giriş olmaz, heç yerə çıxmaz. Yəni, bu insan biznesini qurub, hər şey yaxşıdır, yəni, o force majordur. Yəni, force majordan qaçış yolu yoxdur. Ona görə və ondan da əlavə yenə təkrar, yəni burada çox bir faktorlar var. Sənin birinci növbədə yaxşı biznesin olmaq üçün sənin yaxşı savadlı kadrların olmalıdır. Sənin biznes planın güclü olmalıdır. Və ondan sonra sən uğurlu, addım-addım, yavaş-yavaş işini stabil apara bilərsən. Amma yenə deyirəm, Azərbaycanda biraz çətindir o barədə. Çünki qayda qanunlar tez-tez dəyişir, savadlı kadr tapa bilmirsən. Ona görə də biraz çox çətinlik çəkirsən. Bəs bu qədər çətinliyin arasında motivasiyanı hardan alırsınız siz? Mən sizi həmişə pozitiv insan kimi görmüşəm və o cürdə tanıyıram.
Əslində motivasiyanı nədən alıram? Mən uşaq yaşından başlamışam, yenə dedim, gənc yaşlardan başlamışam. 19-20 yaşından rəhbər olmuşam, yəni öz şeyimə çatmışam. Mən o vaxtı mənim bir yaxın qohumum var idi. Nəysə dedi ki, sənə yaxşı iş düzəldəcəyik falan filan. Biz də o işə görə sərmayə verdik. Mən də rahat idim ki, mənim işim olacaq. O nəticədə gəldi ki, yəni o da bizi aldatdı, pulumuzu qaytarmadı. Bir anlıq baxdım, gördüm ki, yəni mənim heç kimim yoxdur da. Yəni o bir dənə o adam idi, ona arxayın idim ki, məni harası çatdırar ki, eləyər. O insan da belə eləyəndən sonra mən oturdum, papağımı qoydum qabağıma, belə deyim ki, gördüm ki, mənim həyatda özümdən başqa heç kömək eləyəm. Düzdür, valideynlərim sağ olsun. Mən təhsil də veriblər, güclü tərbiyə də veriblər, o heç. Amma yəni, bugünkü gün heç kim deyə bilməz ki, yəni valideynlər o şeyə yenə deyirəm öz yerində. Yəni mən nə də onadı, gətirdim səni bura qoydum. Bugünkü gün sən mənə görə burada oturmusan. Xeyr. Onu atdım özüm. Və bugünkü gün düşünürəm ki, öz əzmkarlığımla və dürüstlüyümlə gəlmişəm, bu yerə çatmışam. Pozitiv də deyəndə ki, insan gərək hər zaman pozitiv olsun ki, niyə? Çünki belə deyim, hər bir insanda həyatda belədir. Pis də var, yaxşı da var. Sən əgərləri elə bir insan yoxdur ki, ideal olsun. Yəni yoxdur. İnsan deyilən bir şeydə ideal ola bilməz. Onun pisləri də var, yaxşıları da var. Əgərlər sən bir insana bağlanmaq istəyirsənsə, bir insanı sevmək istəyirsənsə, gözünün qabağında bir tərəzi yaratmalısan. Onun pisləri ilə yaxşılarını bir-birinə qoymalısan. Hansı daha çoxdur, o insandan uzaq durmalısan. Amma bir şey də var, sən ancaq bir insanda pisliklərə odaqlansan, onun yaxşı şeylərinə baxmasan, onda səndə alınmayacaq. Sən hər zaman ondan qaçacaqsan. Hər bir insan deyəcək, yox bu pisdir, yox bu xasiyyətində bu var, bu var. Yəni ideal insan yoxdur. Və pozitiv də olmaq nəyə lazım? Sən əgər hər şey bütün günü sən dursan desən ki, ay pisdir, hər şey pisdir və pozitiv olmasın, inanırım sizə o pisliyi sən özünə çəkəcəksən. Belə bir gözəl kitab var, bəlkə də oxumusunuz siz də, The Secret, yəni oxumamısınızsa baxın. Yəni orada yəni sən nə qədər çox pozitiv olsan, nə qədər çox gözəl düşünsən, nə qədər çox gözəl şeyləri istəsən, o sənə gəlməlidir. Yəni o gecə tezi var. O gələcək. Amma sən ancaq hər gün desən, bu pisdir, o pisdir, ay nə bilim, neqativ olsan, qaçdı qabaqda, inandırım sən o pisliklər də çoxalacaq səndə və yenə deyirəm, həyat çətinliklə doludur. O heç kim deyə bilməz ki, mən ömür billah xoşbəxt olmuşam. Mümkün deyil. Mümkün deyil o. Yəni insan faktoru varsa, sən daimi hər zaman xoşbəxt ola bilmərsən. Və yaxud elə bir halda sən xoşbəxtsənsə, yenə deyirəm, sən elə bir komfort zonuna keçəcəksən. Sən bu çətinlik gələndə sən onu dəf eləyə bilməyəcəksən. Çünki dəf eləmək istəməyəcəksən. Baxacaqsan o yana ki, kimsə mənə kömək eləsin. Amma ilk növbədə sən fikirləşməlisən ki, mən özüm nə etməliyəm ki, mən özümə kömək olum. Yəni belə deyim də, həyatda ən yaxın insana anadır. Anadan o yana yoxdur. Niyə deyilir ana vətən, ana cənnət ananın altındadır. Ana sənə yaxındır, amma sənin problemin yoxdursa, sənin nəsə bir şeyin yoxdursa, sən belə deyim də, ana səni gündəlik bunu alimlər sübut edib. Toplam 1 saat 40 dəqiqədən artıq beynindən saxlaya bilmir. Beynində saxlaya bilmir. Sənin problemin yoxdursa, sən başı uyaraq olsun, nəsə iş gəlmişsin. 1 saat 40 dəqiqədən artıq sənin beynində saxlayanmır. O nədir onadır? Çünki onun da insanda da qayğıları var. Yemək yeyir, yatır, işləyir falan filan. Yəni o ki qaldı misal üçün hansısa bir insan, neqativ bir insan o deyir, yox, niyə mənim haqqımda bunu eləsəm pis baxarlar, nə pis fikirləş, yox bunu mən eləməyim ki, kiməsə görə yaşamaq da düzgün deyil həyatda. Yəni ki, ay mənə bunu eləsəm. Əgər sən özündə bunu düzü bilirsən, düzdür, ictimai qanağa qulaq asmaq lazımdır, əlbəttə ki. Amma sən onu özündə düzü bilirsənsə, hansısa bir insan şeylə yaşamaq olmaz. O yolla da getmək lazımdır. Mütləq pozitiv həyatın olmalıdır sənin. Hər zaman gülümsənməlisən, hər zaman çalışmalısan ki, xoş insanlar sənin yanında olsun. Yəni, bir insan ki, sənə neqativ verirsə, o insanın həyatından çıxar.
Amma bəzən elə insanlar olur ki, çıxarda bilmirsən. Çıxarda bilmirsənsə, yaşamağı öyrənməlisən. yaşamağa, dediyim kimi, yəni iki yol var. Ya o problem varsa, o problemi həll eləməlisən kökündən. Amma bəzən elə problem olur ki, həll yoxdur. Sən o problemlə dostlaşmalısan, yaşamalısın. Eləmək olar, həyat budur. Komanda idarəçiliyi hər bir lider üçün fərqli təcrübədir. Ümumiyyətlə insanları idarə etmək Emil Əkbərov üçün çətin deyil ki, bir də belə bir şey var ki, hər bir liderin insanları idarə etmə üsulu var. Emil bəyin idarə etmə üsulu varmı? Ümumiyyətlə iş prosesində prinsipləriniz varmı? Birinci növbədə ondan başlayaq ki, Emil bəyin özü də insandır. Sadəcə, bəli, mən uşaq yaşımdan başlamışam yenə şey eləməkdən. Yəni bu mənim artıq həyat tərzim. Yəni idarəçi olmaq da asan deyil. Vallahi kimsə fikirləşir ki, o da hər adam idarəçi ola bilməz. Niyə görə? Çünki bəzi insanlar var ki, çox faiz. İnsanlar var ki, risk eləməkdən qorxur. Mən risk eləməkdən heç vaxt qorxmamışam. Risk eləmişəm. Yəni dibə də varıb qalxmışam. Heç vaxt da deməmişəm ki, ay bu niyə getdi, ay hey. Məsəl üçün mən həyatımda heyfli sözüm ümumiyyətlə silib çıxartmışam. Mənim lüğətimdə heyfli sözüm yoxdur. Çünki sən tutaq ki, belə deyim də, sənin bir barmağın qanqren edibdir barmağını. Sən onu vaxtında kəsib atmasan, inandırım sənin qolun gedəcək. Ona görə vaxtında sən ona heyfli deyib kəsib atmalısan orada. Bir göz qırpımında. Və idarəçilik də elədir. Əgərləri görsən ki, misal üçün, hansısa bir insanı bir dəfə deyirsən, iki dəfə deyirsən, üç dəfə deyirsən, o insan əgərləri o həmən o idarəçiliyə uymur da bu insanda. Yəni bu insan nə edirsən elə, bu insanı idarə eləmək olmur. Elə insanlar da çoxdur. İdarə eləmək olmur. Sadəcə onda da onun vaxtında sağollaşmaq lazımdır, yəni o ilə uzaqlaşmaq lazımdır ondan. Çünki yenə deyirəm, insan bir robot deyil. Onun knopkanı basasan ürəyi istədir. Bu da insandır. Hər bir insanın öz xəssiyyəti var. Hər bir insanın da bir podxodu var. Elə insan var ki, şirin dillə başa düşür. Elə insan var ki, acıqlananda başa düşür. Ümumiyyətlə, mənim bir müəllimim var idi. Uşaqdan bir söz deyibdi mənə, mənim yadımda qalıb. Deyir, bir insanı ağıllandırmaq istəyirsənsə, o iki yolu var. Ya cibindən vuracaqsan, ya başından vuracaqsan. Üçüncü yol yoxdur. Yəni bir insanı yaxşı sözdür. Bəli, sən əgər bir insanı nəyisə cəzalandırmaq, tərbiyə eləmək istəyirsənsə, o iki yol, onun üçüncü yol yoxdur. Çünki elə bir insanlar var ki, onlarla nə qədər xoş davranırsan, yaxşı davranırsan, xeyir yoxdur. Söz var, deyir, 5 barmağı qızıl elə xeyir yoxdur. Bax, elə insanlar da var. Deyirlər, indi Rusca deyəcəm, neblagodarlı insanlar. O neblagodarlı insanlarda gərək o yolu var, tərbiyə eləmək. Onu da ki, ya cibindən vurursan, çünki insan, sizə deyim, hətta bəzi insanlar var ki, onu dedən başından vur, o dözəcək, amma cibindən vuran kimi deyəcək ki, ay almadım mənim cibimdən. Ona görə ən çox vaxtı da cibindən vuranda daha da şey olur. Onda əsas prinsipiniz cibdən ya başdan vurmaqdır ki, insanları idarəçiliyə ələ almaq. Demirəm, əgərləri işçi yaxşıdırsa, hansısa bir sənətin yaxşıdırsa, ona daha da yaxşı olmalı. Ona daha da yaxşı imkanlar yaratmalısan. Biz bir dənə belə əhvalat olub. Bir gün müdür bahalı maşından gəlir, işçi çıxır, deyir ki, ay müdür, nə gözəl maşındır, təzə almısınız. Deyir, hə, deyir, sən yaxşı işlə, bundan da yaxşısını alacam mən. Yəni ki, hər şey nədir onun adı? Yaxşı işçidən asılıdır. Yəni işçi yaxşıdırsa, sənin işin də mükəmməl olacaq. Sən qabağa gedəcəksən. Amma işçi zəifdirsə, əlbəttə ki, nə o gözəl maşının da olmayacaq, hələ köhnə maşında qalacaqsan, elə də gedəcəksən. Ona görə düşünürəm ki, biraz əgər gözəl işçidirsə, yaxşı işçidirsə, ona dəyər vermək lazımdır, onu qiymətləndirmək lazımdır. Amma görürsən ki, o işçi ipə-sapa yatmırsa, başlayırsan, onu da birdən-birə kəsb atmaq olmasın insandır, başlayırsan ağıllandırmağa. Ağıllandırmağa da bir dəfə eləyirsən, bir dəfə cəza versən, iki dəfə cəza versən, görürsən ki, cəzasız şey olmur, xeyri yoxdur, bu insan olmur. Misal üçün, mənim bir işçim var idi, heç vaxt yadımdan çıxmaz, qız idi. Hər gün işə gecikirdi. Mən də əsəbləşirdim. Mən də işdə belə bir şey qoymuşam, o əskərlikdə bu
eləyirlər, mən də vəsqəyətdə kimi. Yəni bir nəfər görə hamı cəzalanır. Qoy məsuliyyət daşısın ki, fikirləşməsin ki, eyb yoxdur, təkəm. Yox. Qoy ictimai qınaqsa, onu desinlər ki, bura bax, sən bir dəfə gecikdin, başa düşdükdə. Sən də hər gün gecikəcəksən, mən də sənə görə işə tez gələcəm. Yəni olmaz belə. Yəni mənim prinsipim budur. Yəni cəzalandırıram birinci, amma görürəm ki, bir işçim var idi, hər gün gəlirdi mənə. Deyirdim niyə keçib, başlayırdı ağlamağa. Bilirsiniz necədir? Mənim şəxsi həyatımda falan, mənim sevgilim var, sevgilim nədir? Baxırdım, deyirdim, ay xanım, ay sevgili nədir? Mən sənə müdürünəm. Doğruda da belə bir dəfə, yox, mənim problemim var. Mənim nədir onun adı, belə oldu, elə. O mənim problemim deyil. Sənin şəxsi həyatın mənim problemim deyil. Mən müdür kimi, bir insan kimi düzdür. Əgərləri, mən də insana gəlməyə dərdimi deyə bilərsən. Mən əgərləri kömək eləyəcəm. Yəni, amma bunu sən hər gün gəlirsən, hər dəfə işə gecikirsən və mənə deyirsən ki, mənim problemim var. Əzizim, ged onda birinci problemlərimi həll elə. Mən niyə edeyim? Gedim sənə üçün sevgilimə deyim ki, sən Allah, sən bunun xətrinə dəymə, bu gecələr yata bilmirsən dərdindən işə gecikir. Yəni biraz Yəni elə insanlar var. Bəli, belə insanları çox işçilər görmüşəm. Çox. Yəni elə şeylər görmüşəm ki, yəni mənim ümumiyyətlə iş təcrübəmdə bəlkə 100-dən çox işçilər olubdur. Elə insanları görmüşəm ümumiyyətlə. Həyatım maraqlıdır. Həyatım bir Santa Barbara serialı kimi maraqlıdır. Sizin uğur düsturunuz nədir? Ümumiyyətlə uğur düsturunuz varmı? Uğur düsturum var. Mənim uğur düsturum çox sadədir. Yəni çox primitivdir. Mən həyatda ümumiyyətlə çalışmışam ki, düz yaşayım, düzgün olum. Heç kim deyə bilməz ki, mən kiməsə qarşı pis olmuşam, pis deyilmişim. Yenə deyirəm, mən də insanam, mənim də səhvlərim var, çox böyük, yəni ola bilər. Bəlkə də ola bilər ki, mən səhv eləmişəm. Özüm üçün onu düz saymışam. Bilirsiniz, 6-9 prinsipi var. Bugünkü gün oturaq, sizinlə oturmuşuq, 6 rəqəmi çəkək, siz onu 9 görürsünüz, siz özü də haqlısınız, mən özüm də haqlıyım. Amma mənim bir şeyim var ki, həmişə çalışmışam, dürüst olum, yalancı olum. Və yenə deyirəm, zaten də ideal insan yoxdur. Və çalışmışam ki, hansısa insanın yaxşılığına odaqlanım, yaxşı tərəfinə odaqlanım. Çünki hər şeydə pis var, hər bir insanda pis var. Yəni ki, mən əgərləri ancaq, bunda filan şey pisdir, filan şey, onda qalaram tək. Təkliyi də mən sevmirəm. Ən həyatda qorxduğum şey tək qalmaqdır. Mən ümumiyyətlə tək belə yemək yeyəndə o yemək mənə ləzzət eləmir. Kimsə olar ki, yanımda məsələn, adam var ki, deyir, mən təkliyi xoşlayıram. Mən xoşlayıram təkliyi. Tək yaşamaq, tək kitab oxumaq, tək yemək yemək. Özüm üçün nələrsə eləyəndə zövq alıram. Allah heç kimi, o heç də insan olur da, əlbəttə ki, amma Allah heç kimi tək qoymasın hətta. Yəni, hər zaman yaxşı dostlar, yaxşı yoldaş, yaxşı iş yoldaşları, yaxşı qardaş, yaxşı qohumlar əhatə eləsin. Tək həyatın ləzzəti də yoxdur. Düşün ki, sən belə deyim də, bir kino da var, sən təksən dünyada. Bütün az nemətlər sənindir ya, yəni təksən, nə istəyirsən elə, istədiyin götür, Ferrari sür, git Ferrari sür, git penthouse-da qal, tək. Qalmısan, git bir dəfə kitab oxuyacaqsan, bir dəfə nə bilim, o Ferrari-ni dağız. Amma sonuçta ürəyin partlayıb qalacaqsan ki, mən təkəm. Olsun, milyonum var, milyardım var, amma insan tək, yəni ona görə deyirəm, Allah eləməsin kimsə tək qoysun. Təklik yaxşı şey deyil. Bəs uğurlu iş adamı kimi Emil bəyin gələcək gənc nəsildə iş adamı olmaq istəyənlərə tövsiyəsi nələrdir? Valla, birinci gün fikirləşirəm ki, bizim zamanədə misal üçün biz çox əziyyət çəkirdik. Çünki YouTube yox idi. Biz birinci işə başlayanda YouTube yox idi. Google-da məlumat zad yox idi. Kitablar tapılmırdı da, xaricdən uzaq idi, gedib gəlmək olmurdu. Biz oradan, buradan, zülümdən, indi iş adamı olmaq üçün, yəni sadəcə yenə deyirəm, əzmkar olmalısın, güclü olmalısın və hər şey əlinin altında var da, sadəcə gələ onu istəyəsin. Yəni o deməyə deyir, bir şey də var, deyir ki, nədir onun adı, mən istəyirəm avtomobilim olsun, lotereya avtomobil düşsün, lotereyanı bir al ki, bu avtomobil sənə düşsün də, sən gedib lotereyanı almaq istəmirsən, oturmuşsan deyirsən ki, nədir olar? Siz necədir? Ümumiyyətlə, mən deyirlər, qismət, əlbəttə, mən də qismətə inanıram. Amma düşünün ki, deyirsən ki, qalxımsan 10-cu mərtəbəyə, özü oradan atırsan, deyirsən ki, qismətdirsə mən sağ qalacam.
Bəs, əlbəttə 10-cu mərtəbədə harda sən saxlanacaqsan? Vaxtın özü bu. Ya həyatın Terminator bəzi deyirsən ki, bəli, hər Onlar şeyi, insan bəzi özəlindədir. insanlar var ki, mənim qismətim budur da, hələ bu, yox elə deyil. Əzmkar olmaq lazımdır. Qismətin budur, o heç. Zaten də olacaq da qismətin. O var. Yəni sən bununla mübarizə aparmalısan. Heç dəyişdirilməlisən də həyatında. Yəni ki, əzmkar olmaq. Özü də ki, indi asandır, 2 vur 2-dir. YouTube-da hər şey var, Google-da hər şey var. Nəsə öyrənmək istəyirsən, gir, doğrudan da hər şey var. Nəyəsə peşəkar olmaq istəyirsənsə, yəni o vaxt elə idim, sağ olsun, mütəxəssis axtarmalıydın, güclü müəllim axtarmalıydın. Müəllim sənin əlindəki gadjet, telefonu. Girdin, sual verdin, şey olur. İndi lap belə asan olacaq. Süni intellekt gəlir. Düşünürəm ki, 10 ildən sonra bugünkü gün süni intellekt o qədər inkişaf edib ki, 50% peşələr yox olacaq. 50%. Çünki zəmanə dəyişir artıq. Və yenə deyirəm, bugünkü gün nəsə iş adamı olmaq, nəyisə öyrənmək çox asandır. Sadəcə əzmkar olmaqsan, biraz istəməlisən. Emin bəy, verilişimizdə iştirak etdiyiniz üçün sizə təşəkkür edirəm. Çox maraqlı fikirlər səsləndirdiniz. Ümid edirəm ki, bizimlə vaxt keçirmək sizə də xoş oldu. Bəli, təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm. Çox sağ olun. Belə, əziz tamaşaçılar, rubrikamız sona çatdı. Rubrikamızın çəkilişində göstərdiyi köməyə görə Qraf Otelə minnətdarlığımızı bildiririk. Yenidən görüşmək ümidi ilə sağlıqla qalın.